göstərir. Normalda bu videolar bilsən necə eləyirlər? Tam burada o günaha batırsan. Pataya gəlməyin. Burada çox günah işlər var, çox. Gəlməyin. Günahdır. Gəlməyin bura. Yəni, həqiqətən də bir kişinin böyütəcəyizi, onun Tayland peçatı dəyməmiş pasportudur. Bu kasko olmasaydı, mən də bu videonu çəkmirdim. Cəmaatı başına avladım. Xanımlar və cənablar, hardayıq? Pattayadayıq. Pattaya hardadır? Taylandda. İndi Pattayanı güya tanımırsınız. Elə yaxşı tanıyırsınız ki Pattayanı. Elə siz tanıyırsınız Pattayanı. Bəli, Pattaya hal-hazırda sahilindəyik Pattayanın, amma təbii ki, buralarda qalmayacağım. Pattayanın daha fərqli yerlərinə falan gedəcəm. Təbii ki, əxlaqımızı qorumaq şərti ilə. İlk növbədə onu qorumaq şərti ilə Pattayanın fərqli yerlərinə gedəcəyik. Burada Pattaya çimərliyidir, amma bir o qədər deyəndə ümumiyyətlə heç sevmədim deyə bilərəm Pattayanın bu çimərliyin. Amma daha maraqlı yerlərdir. Pattaya bu Pattaya çimərliyi ilə ibarət deyil. Pattaya böyük yerdir, Pattaya qəşəng yerdir, Pattaya maraqlı yerdir. Gedib oraları hamısını bir-bir dinləyəcəyik, görəcəyik. Haydi. Yəni bundan sonra bir neçə gün Pattayadayam. Pattayada əxlaqımı, özümü qorumağa çalışaraq maksimum gəzməyə çalışacağam. Belə. Pattayaya xoş gəldiniz. Yəni belə bir çimərlik, belə. Aya bu Paşas kebab pizza. Burada qəşəng şey verirlər məncə. Nədir ona? Dönər. Hə, yol mənimdir. Dönər verirlər burada. Dönər. Burada da Paşa. Bura eyni adamın deyəsən. Paşas kebab, Paşa nə bilim böl. Paşas. Bu kimdirsə, əvvəl bura gəlibdir, kasıbçılıqla böyüyübdür. Deyəsən, burada birini açıbdır, balaca bir yerdə. Deyibdir ki, mən bu işi böyüdüməyə gərək, belənsə qalmasın. Buradır, bir yenə yer buradır. Bunun qabağıdır belə. Burada da götürübdür. Bütün hər yeri sən götürdün, nə oldu? Bütün hər yeri yavaş-yavaş alır. Pattaya da genişlənir bu adam kimdirsə. Vurdun, öldürdün, yavaş. Pattayanın hamı belə gecə həyatın falan beşməkan məşhur olduğunu düşünür. Düz düşünür, ayrı məsələ. Amma Pattayanın təbii ki, tək gecə həyatı yox, gündüz həyatı da bir xeyli maraqlıdır. Amma videonun elə başında gecə həyatını göstərir. Normalda bu videolar bilsən necə eləyirlər? Videonun başına salırlar şeyləri, gündüz həyatın falan beşməkan. Gecə həyatını ən sona salırlar. Mən gecə həyatını birinci göstərəcəm. Bundan artıq neyiniyim? Davam. Gedək. Buranın bir dənə məşhur küçəsi var. Pattaya Walking Street. Gecə axşam bazarı falanlar, beşməkanlar həmin küçədə orada. Gedək, oranı gəzək. Buranın Walking Street'i, belə deyim, Pattayanın belə maraqlı yeri burada, amma əxlaqımızı qoruyaraq buranı gəzəcəm. Əxlaqımı heç kimsəyə elə bir yer, walking, nə verirsən? Görürsən, mənə zay-zay şeylər təklif edirlər. Amma dediyim kimi, əxlaqımı qoruyaraq buranı gəzəcəm, maksimum. Burada axşam saatlarına doğru bura yəqin ki, daha belə canlanacaq. Saat hələ neçədir? 8-in yarısı falandır. Amma elə bu vaxt daha yaxşıdır, çünki daha ayda bu qızları buradan topla vurub düşürdülər falan. Yazıq da, bu qızları niyə şey edirsiniz? Mən o qızlara, o zəhmətkeş qızlara onu eləyə bilmərəm. Nədir ona? Orada topla vururlar, onu düşürdülər o yazıq qızlara. Yəni, yol kənarlarında təklif olunan çox da yaxşı olmuyor. İstəmirəm. Yox, o tərbiyəsi şeydir, o istəmirəm ondan. Nə varsan? Əlində ip var. İp var əlində, görürəm. Kimi alladırsa ki, əlində ip var. Görürəm orada ipi. Dediyim kimi, yol kənarlarında heç də yaxşı olmayan şeylər təklif olunur. Pattayanın ümumiyyətlə belə deyim, belə ciyarı, hər yeri, belə ürəyi falan beşməkan bu küçədədir. Bu küçədə gəzəndə hər cür, belə deyim, ahlaqsızlıqla qarşılaşa bilərsiniz hər cür. Amma belə şeylərdən uzaq durun.
Başa düşürsünüz? Yəni heç vaxt belə şeylərə gedib o Zəngilanlı Tosunun dediyi kimi gedib orada burada şeyləyib özünüzü mındarlamayın. Özünüzü mındarlamayın bala. Mındarlayıb gedib bəndə zaylamınız. Yəni dediyim kimi buranın belə ciyəri qəlbi bu Walking Street-idir Patayanın. Belə. Burada da Russian girls, Rus qızlar. Amma o zəhmətkeş xanımları niyə bura qoymusunuz hə? Onlar qoyublar ora, topla vurub düşürdülər. Ayda. Bəli, yəni qadından hər vasitə ilə pul qazanırlar. Yəni qadını oynadırlar, pul qazandırırlar. Nə bilim, topla vururlar, suya düşür, pul qazanır. Qadın dedim ki, belə şeylərdən uzaq durun. Bir gün Pataya yolunuz gəlsə, belə şeylərə heç vaxt yaxın durmayın. Gedib özünüzü orada burada şeyləyib mındarlamayın. Bu Walking Street'in sonunda axır ki ləyaqlı bir oyda draqadiləti verirlər orada. Burada draqadiləti verirlər. O qədər günah yiyib, tam burada o günaha batırsan, gəlirsən burada meyvə yeyib günahlarını təmizləyirsən. Daha bundan artıq nə olsun? Bu nədir? Bəcquş. Vay, nə boyda da o boyquş? Çox içidir. O boyda boyquş olar ha. İlan. Hə, mən ilandan qorxan yaşımdır, mənim. Həqiqətən də bir kişinin ən böyük cəyizi onun Tayland pesatı görməmiş pasportudur. Bir kişinin pasportunda Tayland pesatı varsa, xanımlar, yəni evlənməzdən əvvəl o pasporta baxın. Əgər orada Tayland pesatı görürsünüzsə, başım bırak. Baba, gəlirlər, baba, əxlaq şeylər təklif edirlər, plan 5 məkan. Uzaq durun. Qətiyyən. Hətta mümkündürsə Pataya gəlməyin. Patayada nə işiniz var? Gedin daha başqa yerlərə gedin. Burada çox günah işlər var, çox. Yəni Pataya belə, yəni gəlməyin. Günahdır. Gəlməyin bura. Bu zəhmətkeş xanımları görəndə mən, nə bilim, orada oturubdular, topla vurub onlar suya salırlar, plan 5 məkan. Çox qeyri-insani bir şey deyil. Çox qeyri-insanidir, yəni. Yəni axşam saatlarına doğru Patayanın bu Walking Street'i daha da qızışır. Saat hal-hazırda neçədir? Saat hal-hazırda 11-in yarısıdır. Bura 7-də açılır, 7-də başlayır da, yəni ətrafda nə bilim, buradakı yerlər falan açılmağa. Amma saat, belə deyim, saat 8-dən 9-dan sonra da qızışır, geri saat 2-yə 3-ə gedir. Burada Patayanın başqa küçəsi Soyaltıdır, yəni 6 Soyaltı. 6-cı küçədə belə deyim. Orada biraz məşhurdur, belə bir küçədir. Yəni belə bir küçə. Yəni belə bir küçə. Məni pis şeylərə vadar eləmək istəyən insanlarla dolu. Ayağımın altını qazmağa çalışan insanlarla dolu. Amma mən bunlara aldanmaram. Heç vaxt aldanmaram. Yəni həqiqətən də bir kişinin ən böyük cəyizi onun Tayland pesatı dəyməmiş pasportudur. Yəni bundan böyük cəyiz ola bilməz bir kişi üçün. Baxın, evlənməzdən əvvəl xanımlar, onun pasportuna baxın. Orada əgər Tayland pesatı varsa, başını bırakın geçsin.
Maraqlı deyəndə belə də, yəni belə də. Nəysə də davam eləyərik. Gələcəm, davam eləyərik. Azerbaijan. Yes, yes. Where? Go ahead. Okay. Bəli, polis 500 bahtımı deyir. Beynəlxalq lisensiya lazımdır. Ay insan beynəlxalq 500 bahtda belə dəyişmiş. Can sağlığı olsun. Gedək bunu ödəyək burada. Bahtım yoxdur da, bahtım yoxdur da mənim də. Allah. Bir dənə də cərimə buradan. 500 baht, 500 baht cərimə. Ama bir şey var ki, bir şey yaxşıdır ki bu cərimələri. Nədir onun adı? 2 gün sürə bilirsən. O məsələ üçün, yəni 2 gün rahat-rahat sürə bilirsən. Yəni, heç kim sənə gəlib ilişib eləmir də. Növbəti 2 gün. O cəhətdən yaxşıdır. Min belə. Buranın Pattaya'nın məşhur bir dənə yeri var. O günah olmayan yeri var. Bu yaxşı yerdir. Bura gəlsəz bura gedə bilərsiniz. O birisi yox, bura gedə bilərsiniz. İndi bilet aldım. Bir nəfər üçün bilet 500 bahtdır. 500 baht nə qədər eləyir? 25-26 manat bir nəfər üçün. Amma bilmirəm, içəridə icazə verəcəklər. Amma bilmirəm. Okay. Okay. Amma bilmirəm, içəridə çəkişə icazə verəcəklər yoxsa yox. Amma gedək. Bu arada bura haqqında məlumat verin, birdən içəridə çəkişə icazə verməzlər. Bura belə çox qədim bir yer deyil, yeni tikilir. Amma çox qəribə bir şey. Belə deyim, Azərbaycan buranın Şəkixan sarayı kimi bir şeydir. Necə? Bir dənə də olsun mismardan istifadə edə bilər. Taxtaları ittisə falan keçirməklə inşa olunmuş bir, nə deyirlər ona? Bir taxta binadır. Dedim ki, bizim Şəkixan sarayı kimi bir şeydir, amma göstərəcəm, baxarsınız. Şəkixan sarayım yaxşıdır, yoxsa buram yaxşıdır, onu özünüz qərar verərsiniz. Burada şey eləyirlər, bura ancaq tur rəhbəri ilə getmək lazımdır. Onun üçün də, bilirsiniz, deyir, tur rəhbəri ilə bu sıraya girməlisən, oradan getməlisən. Amma yəni belə uzaqdan göstərim sizə, necə bir yer. Mənzərəsini göstərim, özünüz bax. 饮料或宠物进入博物馆内。2. 为了表达对博物馆的尊重， Belə bir yer. Biraz da yaxınlaşdırım. 禁止现场直播、商业摄影。 Ancaq tur rəhbəri ilə sərgilə bilərsən. Belə icazə vermirlər ki, gedib orada öz başımıza, gedib orada hoqqa çıxartmayın deyə icazə vermirlər. Kaska taxmalısan deyir. Okay, everyone, please receive those helmets. Verim, kaskam bir. And also, it is free size, okay? Aha. You can adjust it behind your helmets. But for now, for those who receive your helmet, Bu helmet mənim, bu kaska mənim haramı qoruyacaq, o da ayrı məsələ. Amma şeydə, nədə onun adı? Bundan əvvəlki maske qəzasında o kaska olmasaydı, mən də bu videonu çəkmirdim. Onun üçün də kaskalara eşq olsun. Getdik. Tikinti yeri qəşəngdir. Maraqlı yerdə tikibdir. Bu kaska mənə çox belə qeyri-ciddi gəldi. everyone, let's continue. Burada göstərir ki, taxtaları necə iç-içə keçirdilər. Everybody, as you can see on the table, we have here what we call the wood joint techniques. And these techniques right here is what we use to join the woods together without using nails. I'm going to show you some examples only, okay? The first one right here, it's okay to move up, okay? As you can see, for the first example, I want to show you right here, the one I'm holding is what we call the Bu wooden taxtalar pin. necə iç-içə keçir onu göstərir. And this is what we Mismar use the nails inside of our museum. And also, mismardan this is what istifadə we use as olunmadı. nails for the museum. As you can see right here, the wooden pin, it comes with the wooden wedge. The wedge, everyone, it acts as a lock for the pin, so it won't move or budge. We hammer down the wedge at the top of the pin, so it will lock on its position. And right here, for the next examples, I want to show you two techniques, everyone. Two techniques that we use for the walls of our museum. The first one that we use, we have here what we call the butterfly joint. Again, everyone, this joint technique right here is what we use for the walls of our museum. However, this technique right here is for single use only. And if we want to add more artworks, we need to use a different method. And we need to use the long dovetail we have right here. So we can add more and more arts
for the walls of our museum. So everybody, these are just some examples of the techniques that we use to build our museum. And the Belə green one, as you can see on the roof of our museum. gözəl məlumatlar, Those are maraqlı the məlumatlar. chemical reactions for the preservatives that we use to Ətrafda control belə. termites and fungi. And lastly, the gray one right there. The gray area of our museum right there. Deyir ki, Those are the yəni only dediyim söhbətdə, yəni bu muzeyin and also everyone inside tikintisində bir dənə də olsun mismardan istifadə olunmayıbdır. Həqiqət muzeyidir. Muzeyi göstərməyə çalışır ki, belə deyim. Muzey bu ayda qədim belə tarixi yoxdur. Yeni dövrdə tikilib də. Göstərməyə çalışır ki, nə qədər texnologiya falan beşmişən həyatımıza daxil olsa da, amma biz keçmişdən, həqiqətdən falan beşmişən belə deyim, uzaqlaşmırıq. Bu tip bir şey və bir dövlət falan bunu inşa eləmir. Bir milyarder var, Taylandda 1 milyarder. Onun belə deyim, şəxsi vəsaiti hesabına bu inşa olunur. Amma yəni bundan da qəşəng pulunu çıxardığını yenə bu Azərbaycanın düşüncəsi ilə yanaşıram. everyone, as you can see, the building we have right here. Belə. It's only a Deyir yəni burada, hə bir də deyir ki, burada içəridə girib belə şəkillər çəkdirməyin. İçəri həm də içəridə bir ibadət yeri var. Yəni cəmaatın tay belə deyim, tayların inancına, ibadətlərinə falan beşmişən hörmət eləyin, ağıllı olun, hörmətli olun, diqqətli olun. Yəni aşağı yuxarı tərcüməsi də belə gedir. Our sanctuary of truth, yəni bizim həqiqət sığınacağımız, bizim həqiqət yerimiz, məbədimiz, yəni müqəddəs məkanımız. Bu tərz bir şey gedir. Bu arxamda gördüyünüz binanın adı. Dediyim kimi, dedim də bizdən oğur. Bizdə baxdılar Şəkixan sarayı necədir. Gəlib bizdən oğurlayıb tikibdilər. Bax, bütün gördüyünüz taxtalar var. Bax, hamısı heykəllər falan vermişəm. Hamısı əl işi oyma taxtalardır. Təxminən 1981-dən bu yana nə qədər 45 il keçir. 45 ildir işləyibdilər bu formada. Amma hələ də inşası davam edir də. Hamısı bax taxtadır, hamısı. Hamısı. Yəni bir dənə də olsun mismar yoxdur. Amma mismar axtarıb taparam burada. Ay, bə deyirsiniz mismar yoxdur, zulmunuz. Bə bu nədir? Bu nədir? Mismar tapdım. Mismar tapdım. Tapdım mismar. Buna indi mən məhkəmə verim ki, cəmaat alladırsınız. Ayıbdır. Cəmaatı bura gətirirlər ki, mismar falan yoxdur. Mismardan bir dənə də olsun, mismardan istifadə olmayıb falan, amma buna bax, mismara bax. Görürsən mismar. Mismardır. Mismardır. Burada neysə. Burada da mismar var. Orada da mismar var. Neysə. Gözümdən düşdü. Mən bura gözümdən düşdü. O deyil. Cəmaatın başını alladı. Amma həqiqətən də bunları yəni mismarsız falan bir-birinə keçirdərək hamısı inşa olunur. Inside the museum, we only have the 7 chute of life. Right now, we're going to continue inside the first hall. Right here, right this way. Oha, qəşəng içərisi var. Qəşəng içərisi, maraqlıdır. Yəni o mismar söhbəti olsa da olmasa da yenə maraqlı bir yerdir. Yəni də Patay ancaq o əyləncə yerlərindən ibarət deyil. Belə maraqlı bir yeri də var. Bu. Heç nə bu. Bəsdir məncə. Çölündən falan qəşəng görüntüsü var. Çölündəki görüntü daha qəşəngdir. Yəni Patayada gəlirsinizsə Patayanı gəzməyə, yəni ancaq günaha batmayım da gəlib belə şeylər də eləmək mümkündür. Bu qədər günahdan falandan beşmişəndən sonra nə lazımdır? Təbii ki, indi də dəniz olmalıdır. Dəniz üçün düzdür, Patayanın öz çimərliyi bu qarşı, bura Patayanın öz çimərliyidir. Amma mən Pataya çimərliyi istəmirəm. Patayanın elə gözəl bir çimərliyi yoxdur. Düzdür, yəni belə sakit bir çimərlikdir. Sakit suyu, amma
Patayanın adasına geldim, Koxların adasına. Patayaya yaxındır. Gəldim, görüyorum burada bir gəmidən plan beşmişəm, bir şey tapırammı. Bura sürətli gəmilər var. Sürətli gəmilər aparır 30 bahta. Yox, sürətli gəmilər aparır 150 bahta. Adi gəmilər də aparır 30 bahta. Mən indi adi gəmi axtarıram. Yəqin ki, bu qabaqda bura adi gəmidir. Pataya Koxlarıdır. Ve ehtimalla elə bu gəmidir. Bundan çıxarıq. 30 baxtı tək yön. Belə bir gəmi. Yuxarıda ən yaxşısı püfür. 45 dəqiqə bir saatda çatır ora. Təxminən bir 45 dəqiqəlik bir səyahət. 45 dəqiqə deyil, 40 dəqiqəlik falan səyahətdən sonra gəldik, çatdıq Koxların adası. Belə Koxların adasına anlıq olaraq gəldik. Burada Taylandın Aladamalda şirin bir adasıdır. Burada Koxların adası. Digər tərəfdə Pataya. Koxların adası çimərlikləri, belə deyim, Patayanın çimərliklərindən daha qəşəngdir. Patayada çimərliklər o deyil də, tam o deyil, amma Koxların arasında qəşəngdir. Burada Koxların arasını belə deyim, yaşayış yerləridir. Hamısı turistlərə xitab edən yerlər. Yer göy turist qaynayır. Turist. Ən yaxşısı nədir? Ən yaxşısı Uyda, 7-Eleven'da növbəyə bax ya. Bax. Ən yaxşısı odur ki, bir də çimərlik. Gedək, yox. Soruşum da bir. Nual Beach. Bu gedirmiş. Dedim də. Dedim axıblardan biri getməlidir. Nual Beach'ə. Yəni tuk-tukla və tuk-tuk belə də balaca bir avtobusla gəlir və 30 baht bir nəfər 30 bahtda nə qədər yeri təqribən hətta 1 manat 50 qəpik, 1 manat 60 qəpik bir nəfər üçün. Salam. Amma orada girişdə yəni gəmidən düşən kimi motor falan icarə etmək mümkündür. Mən niyə bundan gəldim, amma gəldim nəticə etibarilə. Burada dənizi buranın. Koxların Nual Beach yerdə buranın. Nual Beach. Belə bir çimərlik. Göstərim bu çimərliyi. Burada çimərlik. Qəşəng çimərlik var. Yəni qəşəng olduğunu düşünürəm. Maraqlı yerdir. Belə, yəni Patayanın öz çimərliyindən qum olaraq, rəng olaraq falan beşmişəm çox daha qəşəng bir çimərlikdir. Belə bir çimərlik
Yəni belə bir çimməri ilə bu çimərlikdə də sağollaşaq. Videonu ilə burada bağlayaq. Deyirəm ki, Pataya videosu ürəyimizdə oldu. Yeni şəhərlərdə, yeni ölkələrdə, yeni videolarda görüşmək ümidi ilə.